Bugün küçədə gördüyün o iri, aqressiv və diqqət çəkən Hammer əslində heç vaxt şəhər üçün yaradılmamışdı. Bu avtomobil əvvəlcə müharibə üçün hazırlanmışdı. Sonra birdən-birə status simvoluna çevrildi. Daha sonra isə elə həmin səbəblərə görə tarixdən silinməyə başladı. Və bu hekayənin ən qəribə tərəfi ondadır ki, onu zirvəyə çıxaran şeylər sonda onun süqutuna səbəb oldu. Bu videoda Hammer'in necə yarandığını, necə bütün dünyanın diqqətini çəkdiyini, necə bir insanın qərarı ilə küçələrə çıxdığını və necə eyni səbəblərlə yavaş-yavaş yoxa çıxdığını addım-addım görəcəksiniz.